Xoş gördük, hər vaxtınız xeyir əziz dostlar. 3 avqust 2026-cı il Kiyev şəhərində səhər saat 9-dur. Və artıq 26 dərəcəni keçib istilik. Bu gün də yenə 33-35 dərəcə gün ərzində istilik olmalıdır. Bu gün 20 Qəsli müharibənin əziz dostlar 4622-ci günüdür. Ümumi müharibənin 4548-ci günü. Ötən gecə və bugün səhər baş verənlərlə bağlı sizə tanış eləmək istəyirik. Ötən gecə Ukrayna Silahlı Qüvvələri Vladimir şəhərində Wildberries-in ən böyük ambarlarından sayılan ambarına hücum ediblər. Ambarın sahəsi təxminən 180.000 kvadrat metrdir. Böyük ambarlardır təbii ki. Bundan əlavə Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal altındakı Krımda xüsusi əməliyyatlar həyata keçiriblər. O cümlədən Feodosiyada, o cümlədən Kerçdə, o cümlədən Sakidə və vətəndaşlarımızın Simferopol'dan göndərdiyi məlumatlara görə Simferopol şəhəri üzərində də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları olub. Yəni həyəcan siqnalı olub. Bunlar öz yerində, bunlarla bağlı birazdan, təxminən 1-2 saatdan sonra mən efirdən sizə daha ətraflı məlumatlar verəcəm. Çünki məlumatlar getdikcə artır, çoxalır və dəqiqləşdirilir. Düşmən itişləri dəqiqləşdirilir. Və dünənləri də Müharibəni Öyrənən İnstitutun verdiyi hesabatda və yenə də bugün səhər gələn məlumatlar, Deep State-lər və digər qrupların verdiyi məlumatlara görə doğrudan da işğalçı ordunun yaz-yay kampaniyasının uğursuzluqla başa çatdığı bildirilir. Həqiqətdir ki, Konstantinovka uğrunda döyüşlər gedir. Döyüşlər küçə döyüşləridir. Nə işğalçı ordunun gücü yoxdur ki, Konstantinovkanı işğal edə bilsin, nə də Ukrayna tərəfin həmən işğalçıları Konstantinovkadan bir dəfəlik çıxarmaq gücü yoxdur, yaxud belə bir taktikası yoxdur, yaxud belə bir düşüncəsi yoxdur. Görsənən bundan ibarətdir. Deməli, ağır şəhər döyüşləri gedir. Aydındır ki, düşmən tərəfin itişləri orta hesabla təxminən 1-in 8-i olduğu deyilir. Vəziyyət belə qarışıqdır, deyərdim ki mən. O cümlədən fərqli-fərqli cəbhələrdə təxminən oxşardır vəziyyət. Və hesabatdan da siz də bildiniz ki, demək, bu ilin iyul ayı işğalçıların ən az ərazilər götürdüyü ildir və ən çox itişlər verdiyi aydır daha doğrusu. İl deyəndə aydır. Yəqin ki, aydındır da, ildə aylardan təşkil olunur. Ona görə ayların itişləri çoxdursa, təbii ki, ilin itişləri də çox olacaq. Bax, bütövlükdə vəziyyət, yəni Rusiya tərəfin tənəzzülü ilə davam edir. Bunu da biləsiniz, əziz dostlar. Yaxşı, heç nə görsənmir Rusiya üçün. Deməli, bir dəfə gələn məlumatları mən sizə dedim. Və bu ara çox qəribə bir xəbərlər yenə Ukrayna media məkanına tökülüb. Gələn məlumatlar ondan xəbər verir ki, güya Rusiya tərəf Ermənistana qarşı xüsusi hərbi əməliyyat hazırlayır.
Bununla bağlı bir neçə mənbə artıq Ukrayna media məkanında dediyim kimi məlumatlar yaymaqdadır. Hətta YouTube kanallardan biri də bununla bağlı məlumat yayıb. Nə qədər həqiqətə uyğundur, uyğun deyil, bunu deyə bilmərik. Təbii ki, Ermənistana edilən, istənilən hücum o cümlədən Azərbaycanda nələrsə qarışdırmaq deyim, yoxsa nə adlandırım deyə bilmirəm. Hər halda Azərbaycandan yan keçməyəcəyi düşüncəsinə də gətirir. Ona görə əziz dostlar, bu tipli məsələlərdə son dərəcə ehtiyatlı olmaq, hər deyilən sözə inanmamaq vacibdir. Odur ki, gəlin bir yerdə gözləyək, yəqin gün ərzində hansısa xəbərlər eşidəcəyik. Bununla bağlı hər halda təsadüfi məsələlər deyil. Bunların bu günlər belə tez-tez səsləndirilməsi. Dediyim kimi, dünən gecədən bu gün səhər baxdım ki, bir neçə mənbə bununla bağlı demək məqalələr çap edib. Görək nə olur. Yəni gözləyək, rəsmi məlumatları gözləyək. Amma Rusiyanın dövlət sistemi, matritsası elə pozulub ki, o nə desəz gözləmək mümkündür. Demək, birazdan efirdə görüşəcəyik. Çünki dediyim kimi məlumatlar gəlməkdə davam edir. Sadəcə olaraq mən hər zaman olduğu kimi səhər ofislərə dəyib bir dəfə məlumatlar toplamışıq. İndi onları sizlə bölüşəcəyik. Ondan sonra iş günümüz davam edəcək. Bir daha bildiririk. Rusiya Federasiyasının, işğalçı ordunun, müvəqqəti Rusiya imperiyasının Ukrayna ərazisindəki işğalçı hücumları dalana dirənmişdir. İtkilər sonsuz dərəcə çoxdur, doğrudan çoxdur. Və heç bir yenilik, heç bir üstünlük yoxdur. Baş verənlər sadəcə ondan ibarətdir ki, həm də elə dövlət qurumlarımızın, rəhbərliyin bildirdiyi kimi, sadəcə olaraq Rusiya tərəf Ukraynanı həmişə olduğu kimi raket terroruna məruz qalır. Bundan əlavə nəsə hər hansı bir yenilik olacağını şəxsən biz gözləmirik. Uğurlar arzulayırıq gün ərzində. Yeni iş həftəsi başlayıb, bazar ertəsidir. 3 avqust 2026-cı il xüsusi dəyişikliklər olacağını gözləmək təbii ki, yersiz olar. Təşəkkür edirik diqqətinizə görə. Ermənistan məsələsin, Rusiyanın Ermənistana hücum məsələsin, yaxud orada hər hansı qarşılıqlar yaratmaq məsələsini xahiş edirik. Nəzarətdə saxlayasınız və məlumatlarınız olarsa bizə də göndərməyi unutmayın. Sağ olun dostlar, salamat qalın. Hələlik.